Və deyilən vətənlərim, Qarabağda savaşırdım, can qoyurdum, ölümünə savaşırdım. Mənim başıma ermənilər pul qoymuşdu. Mənim köhnə döyüşçülər, yoldaşlar olar burada, məni tanıyanlar olar. 181-in 1-ci batalyonunda, Sərdar Əhmədovun batalyonunda, daha doğrusu rotasında, Nasir Məlikov, Sərdar. Yəni, çox dəlicəsinə, vəhşicəsinə xidmət eləyirdim. Ermənilər başıma pul qoymuşdu. Əziz vətənlərim, sonradan Azər Rüstəmov deyilən bir şərəfsiz briqada komandiri var idi. Azər Rüstəmov komanda gəlmişdi ki ona, qabili götürün, cəbhədən qabili götürün. Heydər Əliyevin də o bıçağının dalı qabağı kəsən vaxtı idi. Göstəriş gəlmişdi ki, bunun nədir, bunun nazından oynayırsınız. Hədə rədd eləyin bunu. Gəldim, girdim, Azər Rüstəmovun bir yaxşı zampoliti var idi, şərəfli adam idi. Gəldim, girdim, o vaxtı çeklərlə alırdılar da maaşı, çeklərlə verirdin. 78 manat idi də, desin, 28-ə 78 manat idi. Manat. Deməli, gəldim, dedim ki, öyle deyil, neçə aylardır, ildə bir dəfə heç evə getmirəm. Gəldim, dedim ki, bütün çekləri verirəm də, pulu bir dəfəlik götürüb verirəm. Həm 6 aylıqdır, 10 aylıqdır, 10 aylıq idi, səhv eləmirəm. Cəmaət o boyda pula kombat keçirdi, kombat. Qərargah rəisi, MTO keçirdi o boyda pula. Dedim, o boyda pul verirəm də, mən getmək istəmirəm. Arxa cəbhə mənlik deyil. Mən burada ermənilərə divan tuturam. Dedi, yox, komanda yuxarıdan gəlir. Getməlisən. 11 komandiri, 11 nəfərə vəzifə verdilər. Onun da biri mən idim. Göndərdilər Lənkərana. Lənkərandan da o kursantlar qaçandan sonra göndərdilər. Hər briqadadan nümunəvi bir zabit istədilər. Bizdən də ən nümunəvi zabit kimi məni yazmışdılar. Nəysə, o birisi zabitlər, birisi Türklərin Nəcməddin Qoaladı da, o bir oyun qurdular. Hər nəysə, bir zamanlar mən Qarabağ azad eləmək istəyirdim. Gördüm ki, Qarabağ azad eləmək üçün əsl Qarabağı və əsl Qarabağın azadlığı üçün və vətənimin azadlığı üçün İlham Əliyevdən azad olmaq lazımdır. İlham Əliyevdən azad olmaq lazımdır. Heydərizmlə azad olmaq lazımdır. Və gəldim Heydərizmə qarşı başladım Azərbaycandaykən mübarizəyə və Əli Kərimlinin mitinqlərinə qoşuldum. Ümidlərim böyük idi. Ümidlərim böyük idi. Çox güclü şəkildə mübarizə apardım. Tərtər hadisələri son oldu ki, mənim də Azərbaycanda sonumu gətirmək istədilər və düşündüm ki, burada mübarizə aparmaq mümkün deyil. Özümü tanıtdırmaq üçün xarici ölkədən mübarizə aparmalıyam. Orduxanın blogerliyi də mənə çox kömək oldu. Onun izi ilə getdim və dəyərli vətənlərim, dəyərli soydaşlarım, gəldim Avropaya. Həmən ərəfədə, Avropaya gələn ərəfədə hiss elədim ki, İlham Əliyevi də devirmək üçün İlham Əliyevin dalında duranları devirmək lazımdır. İlham Əliyevin dalında duranlar birinci Rusiya, ikinci Erdoğan, Bicdoğan. Və düşündüm ki, nəinki İlham Əliyevlə mübarizə aparmaq lazımdır, İlham Əliyevin dalında duran qüvvələrlə də mübarizə aparmaq lazımdır. Və İlham Əliyevin dalında duran qüvvələr olaraq birinci İlımlı İngiltərəni hədəf aldım. Dalından Netanyahunun şəxsən hakimiyyətini və özünü hədəf aldım. Ən çox Putini hədəf aldım, Rusiyanı. İndi isə Putin belə İlhamdan qurtulmaq istəyir. Putinin sirrini bilən həyatda salamat qala bilməz. Və indi də Erdoğan İlham Əliyevə qucaq açıb, amma son BMT toplantısından sonra gördük, Erdoğanlıq da bir şey yoxdur. Erdoğan da artıq bundan deyəsən aralanmaq istəyir. Və dəyərli vətənlərim, dəyərli soydaşlarım, artıq şükür Allaha, dünyaya qarşı İlham Əliyev üçün mübarizəyə qalxdıq və nəticəni, qələbəni əldə etmək amalında, addımlığındayıq. Və dəyərli soydaşlar, dəyərli vətənlərim, sizi Allaha ant verirəm. Sizi Allaha ant verirəm ki, bir baxın dostlar, qardaşlar, bir baxın. Sizi Allaha ant verirəm, bir baxın. Qoy Zəki bəy də gəldi, onu da qoşum da elə danışım. Bir dəqiqə. Deyəcək, şunur, munur. Hə,
Naushnik aldırmışam, Bluetooth almaq qalıbdı. Bir dəqiqə bunu. Hə, deməli dostlar, qardaşlar. Aha. Hə, dəyərli vətənlər. Zəki bəy, hər vaxtınız xeyir olsun. Gözəl ağsaqqal. Sağ ol. Buyurun. Sağ ol. Allah razı olsun. Həqiqətən ruhdan düşmədən mübarizəvi neçə illərdə aparırsan, davam da edirsən. Ona görə də Allahın nəzəri olsun sənin və sənin əqidə qardaşların. Səninlə bərabər bir mübarizə aparıb və sənə qoşulub səndən həqiqətən bu Azərbaycanda xalqımızı bu bəladan qurtarmaqda kimlər ki niyyət edibdi, kimlər ki həqiqətən döyüşə hazırdılar, sənlə bərabər Allahın nəzəri olsun onların başının üstündə və bir də onu deyim ki, adı nədir? Çox iyrənc, çox belə mındar bir düşmənlə üz-üzəydik, həqiqətən. Moderatorlara da buradan təşəkkür edir ki, sağ olsunlar. Allah razı olsun ki, o cürlə milli qeyrətləri var ki, qoymurlar ki, trollar burada istədiklərini yazsınlar. Buyur abi, buyur. Allah saxla. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, canlarım, ciyərlərim. Ey mənim Azərbaycan xalqım. Ey mənim gözəl xalqım. Siz heç utandınızmı? Siz heç utandınızmı? İlham Əliyevin yerinə utandınızmı? İlham Əliyevin yerinə ət tökdünüzmü? Baxın. 10 minlərlə balalarımızı qıran, qanına qəltan eləyən ermənilərin artıq 10 nəfərini İlham Əliyev buraxdı, göndərdi. Yerinə də 2 dənə, orada əsirlərimiz ola-ola xalqımızı aşağılamaq üçün İlham Əliyev 2 dənə Suriya vətəndaşı bizdən döyüşüb əsir düşdüyünə görə onu 10 nəfərin yerinə alırlar. Yaxşı, İlham Əliyev utandı mı, boynuna çatı saldı mı? Əli Kərimlinin cibində qumbara cinayət işinə görə hələ ev dustağıdır. İlham Əliyev utandı mı? Quba Dibadoğlu ev dustağıdır. İlham Əliyev utandı mı ki, Qabilin həyat yoldaşı Azərbaycanın şərəfli zabiti bugün terrorda ittiham edilərək Interpola verilib, haqqında cinayət işi qaldırıb. İlham Əliyev utandı ki, vətən üçün canından keçən, ömrünü vətənin müdafiəsinə həsr eləyən mən Qabil Türkoğlu 24 maddə ilə cinayət işi qaldırılıb 16 il qiyabi həbs verildi. Ha? İlham Əliyev utanır mı etdiklərinə görə? Ha? Baxın, 3000 manat mən göndərmişəm borcuma 3000 manat. 3000 manata görə onu da pişirdib 10.000 eləyiblər. 10.000-ə görə güya terror eləyəcəkdim Niyaməddinlə birləşib. 10.000-ə görə. 10.000-ə görə terror eləmək olurmu? İlhamı yıxmaq olurmu? Devlət çevriliş eləmək olurmu? Ay millət! Əgər İlhamı çevirmək, silah almaq 10.000-ə başa gəlirsə, vallahi elə adamlar var ki, onlar da qoşuram. 1 milyon, 2 milyon pul yığmasam şərəfsizəm. Sponsorlar var, milyonçular. Sadəcə real hərəkət gözləyirlər. Ona deyirsən, hamı pul qoyub, pul götürmək istəyir. Deyirsən, qaqa, bir sənə var. İlhamı yedik, bitirdik. 1 milyon qoyursan, 10 milyon götürərsən. 10 milyon qoyarsan, 100 milyon götürərsən. Davay hərəkətə keç. Ukraynada inqilab nətər oldu? Gürcüstanda nətər oldu? Gürcüstanda nətər oldu? Dəyərli uzun sözün qısası. Mən deyəndə xalqımın, birisi əvvəl o vaxtı Zəki bəy aksiyalara çıxanda deyirdilər ki, bəhanə oydu ki, üzümüzü görəcək İlham Əliyev, ailələrimizə, qohumlarımıza işgəncə verəcək Azərbaycanda. Sonra elə oldu ki, koronavirus çıxdı, məcbur maska ilə aksiyalar olurdu, məcbur. Maska ilə səni kimdir tanıyan? Ona da gəlmədilər. Sadəcə adam deyir, gələcəm 100 euro, yola çıxacaq 50-100 euro, yola yeməyə. Bir 50 euro, 50-100 euro da qara işləyib pulundan olacaq, 200 euro ziyana düşəcək. Lazımdır mı buna aksiya? Lazımdır mı buna miting? Buna poxlu qarnı lazımdır, poxlu qarnı. Və dəyərli vətənlərim, dəyərli soydaşlarım, gündən günə böyüdük.
Gündən günə çiçəkləndik, gündən günə ucaldıq. Bəziləri deyirdi ki, Anar müəllim, zat digərləri, qabil, vaxt var idi, kimlərsə də güclü idi, Emin Millidən belə, zəiflədi. Onlar satıldılar, satıldılar onlar. Güclənən kimi qarmaq atdılar, aldılar, öz maraqları üçün istifadə elədilər, sonra da satıldığı tamamilə ortaya çıxdı, oyundan çıxdı. Oğul istəyirəm gəlsin, qabili satın alsın, görüm ala bilirmi? Dəyərli həmvətənlər, mənim partiyam yoxdur. Mənim hələ təşkilatım yoxdur. Mənim partiyam, təşkilatım yoxdur. Partiyası təşkilatları olan qədərdən də çox adım yuxarı dairələrdə səslənir. Mənim sevənlərim çoxdur. Allah qabil sevənləri min budaq eləsin. Dəyərli soydaşlarım, ona görə deyirəm ki, Zəki bəy Allah şahidi. İlham Əliyev danışır, Avropa BMT-nin 88-ci sesiyasında zalda bir dənə adam yoxdur. Zalda inni cinni yoxdur, bir dənə nəvələr də gətizdir və orada oturur ki, say çoxluq eləsin. Bax, indi Paşinyan danışarlar, mənə bu dəqiqə atacaqlar, canlı-canlı mən buradan göstərəcəyəm sizə. Paşinyan indi danışacaq, zalı göstərəcəm, hər şeyi göstərəcəm sizə. Dəyərli həmvətənlərim, ay qardaş, Arifə bir işarə bəsdir. Ağsaqqallar deyirdi ki, tozda orada buradakı İngilisin pulunu verir, Amerikan İlham Əliyev hamının hesabını verir, orada oturubdur. COP29'dan o tərəfə də acca, bəri tərəfə də nə qədər tədbirlər oldu və İlham Əliyevi necə dışladılar dünya gücləri, görmədinizmi? COP29'dur ki, İlham Əliyevin yanına özünü tanıyan bir dənə lider gəlmədi. İtaliya gəldi, küstü getdi. Pakistandan 50 təyyarə almışdı. O da zaten özünü tanıyan ölkə deyil. 50 təyyarə almışdı Pakistandan, ona görə gəldi. Zaten ona burada villazad verdilər Qarabağda. Bir də Erdoğan gəldi, o da küstü getdi, CHP-ni çağırmışdı ona görə. Və dəyərli həmvətənlər, bilirsiniz, Erdoğan dedi, mən prezident olmayacağam. Və mən düşünürəm ki, Səhhətim zat belə söhbət eləmişdilər. İlham Əliyev tələsdi, CHP-ni çağırdı. Sonra da Erdoğanın qəzəbinə tuş gəldi. Erdoğan da bilirsən, nə tər adamdır. Pul ver, pul ver. Pul ver, başına hər cürə şeylə. Oyun aç. Evladını da puldan satar o. Və deyilən məsələ. Görmədinizmi qardaşlar, COP29'da İlham Əliyev nə günə düşdü? Görmədinizmi qardaşlar, Trump'ın yanına getdi, memoranduma qol çəkməyə, sülh deyə xalqı aldatmaq istədilər, nə günə düşdü İlham Əliyev? Görmədinizmi orada da sual verdi, neçə ildir prezidentsən? Trump sual verdi. Trump niyə bu sualı ancaq İlham Əliyevə verir? Başqa kiməsə verdiyini görmüsünüzmü? Hədə yox. Aya, nə oldu qardaşlar COP29'da bir dənə bu danışanda zalı boşaltdılar? Ay başınıza dönün. Erdoğan'a gör nələr dedi Trump. İlham Əliyevə nələr dedi Trump. 22 ildir. Neçə ildir deyir prezidentsən? 22 ildir. Bax deyir, diktatordur. Değerli həmvətənlər, Erdoğan'a nə deyir? Erdoğan'a deyir ki, danışır, sən bomba adamsan, yaxşı adamsan, dağlan deyir, saxta seçkiləri saxtalaşdırmağı bundan öyrənin deyir. Bu hafta yaxşı deyir. Erdoğan da gülür. Ay qardaşlar, görmədinizmi bunlara qarşı it də qarşılamadı. Amerikanın bir iti köpəyi bunları qarşılamadı. Kimsə çıxsın desin, bax, Zəki bəy də Allah şahididir. 5-10 il bundan qabağa qədər BMT toplantısında İlham Əliyev ən azı 30-40 dənə prezidentlə görüşürdü. 30-40 dənə prezidentlə. Almanya, Britaniya, baş naziri. Nə bilim, o birisi, bu birisi. Bir dənə mənə deyin ki, BMT-də İlham Əliyevə bir dənə özünü tanıyan prezident salam verirdi. Bir dənə salam verdiyini deyin görüm. Deyin görüm. Ay qardaş, inqilaba hazır olun. Bu belə bir şey deyil. Zəki bəy də bilir, inqilaba çox böyük hazırlıq gedir. Sizə tərəf olan generalları olacaq, sizə tərəf olan güc nazirləri olacaq, nazir olmayacaq, mavini olacaq. Sizə tərəf çıxanlar olacaq, ayağa qalxacaqsınız. Artıq İlham Əliyevi dünya gücləri, böyük devlətlər, böyük təşkilatlar hamısı dışlayıbdır. Netanyahu 2 dəfə qozuna doladı, tulladı. Dedi, gələcəm, gəlmədi.
Yəni, artıq dəyərli həmvətənlərim, Yahudi lobbiləri, rabiləri, artıq onlar da İlham Əliyevi dəstəkləmir. Mən bilirəm nədən danışıram. Ay qardaş, mənim bilmədiyim şeyə qurd düşər, mənim hər yerdən əlaqəm var. Hər yerdən əlaqəm var. Dostlar, qardaşlar, gördünüzmü İlham Əliyev Britaniyanın könlünü almaq üçün Adnan Əhmədzadənin tutulma şəkillərini, videolarını apardı. Mi-6 və BP rəhbərlə görüşdü, məni xilas eləyin dedi. Kral ailəsinə danışın, məni xilas eləsin. Bağışlamadılar, bağışlamadılar. Britaniyaya gizli gedən İlham Əliyev niyə görə mediada səslənmədi ki, cənab prezident Britaniyaya gedir Londona? Niyə? Niyə? Çünki o sual altındaydı, onu kral qəbul eləyəcəkmi? Steinmeier qəbul eləyəcəkmi baş nazir? Bu qəbul eləməsə İlham Əliyev utanacaqdır, rəzalət içində olacaqdır. Gizlin getdi ki, qəbul eləsələr yayımlayarlar, hayküy eləyərlər. Qəbul eləməsələr, soxub içinə gedər Amerikaya. Zəki bəy bir maraqlı məqamda oldu. Deməli, Ərdoğanla İlham Əliyev belə görüşmədilər. O deməkdir ki, hələ Ərdoğanın oğlunun gizli görüşü, hələ Ərdoğanın Trumpla gizli danışıqları, bunlar da alınmadı açığa çıxdığına görə. Bu o deməkdir ki, iki diktator da sponsor axtarırdı hakimiyyətdə qalmaq üçün. İki diktator da düşmüşdü əl-ayağa. İnanın Allaha, and olsun, namus və şərəfimə deyirəm. İlham Əliyev koridorda dururdu. O Putin iki koridorda gözləyirdi. İlham Əliyev Çində Putin iki koridorda gözləyirdi. Çində, Şanxayda, Pekində. Putinə salam vermək üçün arvadların içində. Hələ Nepalın baş nazirinə də belə-belə elədi. Çiynə biraz tez get, gəlir, işarə edirək arvad qabaqdan mehriban gəlir Putin. Biraz tez çiynə belə-belə eləyir. Və dəyərli həmvətənlərim, necə ki orada gözləyirdi, bax, Amerikada da Trump elə gözləyirdi. Həməm ki, o komandanın içində adamım yox idi. Həməm hər yerdə adamım var ki.